Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov paytaxtda Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən qurumun rəyasət heyətinin geniş tərkibli iclası və vəkilliyə namizədlərin and içmə mərasimində deyib. Onun sözlərinə görə 2018-ci ildən bugünədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub. Bu müddət ərzində imtahanlarda iştirak edən 60.070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Vəkillər Kollegiyasının üzvü olub. Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil and içərək quruma qəbul olunub. Namizədlərdən 60 nəfəri kişi, 32 nəfəri isə qadındır. Onlardan 20 nəfəri regionlarda, 72 nəfər isə paytaxtda fəaliyyət göstərəcək. Mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa, təntənəli surətlə Bugünkü and içmə mərasimindən sonra Vəkillər Kollegiyasında ilk dəfə olaraq hanım vəkillərin sayı 21%-ə bərabər olacaqdır və artıq hanım vəkillərin sayı 600-ə yaxınlaşır. Bu da çox önəmlidir və biz hesab edirik ki, bu gender bərabərliyi də peşəmizdə tam təmin olunmalıdır.